Salam dostlar, adından da göründüğü kimi bugünləri bilgisayardayıq. Artıq bu hissənin mən videosunu çəkmişdim. 160 minə yaxın adam baxmışdıq, bəyənilər çox idi. Həmin vaqiyada artıq kabelləşmə çıxır edir. Çetroje elektriklər vermişik. Burada bütün KNX xəttlərinin bütün qeydiyyatlarını göstərmişik. Məsələn üçün, hansı liniyalar hara gedəcəklər. Baxın, çıxış xəttləri haranı fırlanır, betdə kimi atılır, haralara gəlir. Burada KNX xəttlərimizdir bizim. Hər səhvədə ayırmışıq. Mənzili 2 yerə, sağ hissələ, sol hissələ haralara xəttlərimiz gedir. Bu bizim su sızma xəttlərimizdir. Mərkəzdən çıxacaq, hansı hissələrə gedəcək. Bütün liniyalara çetir üzərində tam, aydın formada elektriklərə göstəririk. Bu bizim taş panellərimizin otaqlarda bizə idarə etmə panelləri olacaq. Onların xəttləridir. Çıxan xəttlər hara girəcəklər və hansı formada getməlidirlər. Mövcud şəraitdə bizim klapan, kombi və əlavə xəttlərimiz var. Burada bizim kollektorumuz var və bizim kombimiz var, kondisionerimiz var. Göstəririk xəttləri necə gedir. Kataltı xəttləri burada bəzi dəyişikliklər mövcud şəraitdə elətdik. Bizim rəqqamimizdən çıxan xəttlər, serverimizə gedən, ana internetə gedən. Yəni gördüyünüz kimi, yəni bütün xəttlər, bütün çertyoz tam aydın şəkildə elektrikə təqdim olur. Bu xəttlər bizdə pərdə xəttləridir. Hansı seçeyindən çıxır, baxın 5-in bir yarıma çıxır, hara gəlir, necə gedir, bütün xəttlərimizi qeyd eləmişik. Yəni və sonda da bu bizim ana panelimizin server hissənin bütün işin yığılmasını çəkiririk ki, yəni bu ilkin variantdır ki, qurğular hansı prinsiplə yanacaq, hansı sıradan və kabelləşmə necə gedəcək. Belə, düşünürəm ki, iş düzgün və çetir üzərində, hazır real çetir üzərində getməlidir ki, sonunda da sual olmasın. Və bu bizim elektriklərə təqdim olunur, ev sahibinə təqdim olunacaq və bir nüsxəsi də bizdə qalır ki, gələcəkdə hər hansı sual olduqda açıb, istənilən səhifəni açıb, hər hansı sualınıza cavab tapmaq mümkün olsun. Belə, əgər siz də premium segment ağıllı ev sistemlərindən maraqlanırsınızsa, bizə, şirkətimizə müraciət edə bilərsinizsə, tam bu formada köməklik göstərəcəyik.